Necə idi bu? Necə çağırdı? Bir səs gəlir. Başladı. Hazırsınız uşaqlar? Operator. Qəşəng işləyin. Burada da işləyə bilmirlər heç. Hardadır uşaqlar? Başlayırıq. Uşaqlar yaxın əyləşin. Azər, boyun balacadır, gəl qabağa. Məhəmməd, sən də keç sağda otur. Başlayırıq. 3, 2, 1. Da. Cırtdanın macəraları efirdədir. Mən sizin Mən sizin cırtdanınız. Bəli. Mən sizin üçün Salam cırtdan. Gətirmişəm. Nə? Çiçək bacını neynirsiniz? Mən sizin üçün daha çox hədiyyələr verəcəm. Hədiyyələri mən verirəm, mən. Uşaqlar, sizə nə hədiyyələr verirlər? Hamısını şəkil göndərin mənə, yaxşı? Çiçək bacı verilişi maraqlasarı. Deməli, mən hədiyyə vermirəm, hə? Ürəyim düşmüşdü çiçək bacı. Deməli, Adam mən belə burada olmayanda sən yaxşı, rahat aparırsan verilişi, hə? Yox. Mənsiz də keçir, hə? Yox. Onu kim Yaxşı. dedi? Sən rahat burada veriliş apar. Yox çiçək bacı. Sən səhv eşitmişsən çiçək bacı. Mən səhv eşitmişəm. Uşaqlar düz deyir. Mən o cür demədim ki. Mən dedim ki, çiçək bacı ilə daha maraqlıdır, daha əyləncəlidir. Daha çox hədiyyə verir. Mən uşaqlar dedim, mən demədim. Yox, çiçək bacı, xahiş edirəm. Verilişimiz daha maraqlı olması üçün siz də bura gəlin, zəhmət olmasa. Uşaqlar sizi gözləyir. Salam verməlisən. Uşaqlar gəlib, salamlaş. İmkan vermədim, uşaqlarla salamlaşım. Salam uşaqlar. Xoş gördük sizi bir daha. Verilişimizə xoş gəlmisiniz. Cırtdana nə olub belə, xəbəriniz var? Bu nə halda özünü qoymusan? Mən artıq rejissor olacağam bundan sonra. Niyə? Çünki mənə tapşırıblar ki, çünki mənə tapşırdılar ki, ay cırtdan, sən ən gözəl burada rejissor ola bilərsən. Ona görə buyur, sən keç, burada rejissor ol. Ona görə bundan... Yaxşı, onda mən gedim bir dənə soruşum, görüm elə bir söz deyə bilərsən. İnanmırsan çiçək bacı mənə inanmırsan sən. Yox, inanıram. Belə. Amma yaxşı ola gedim soruşum. Yaxşı, çiçək bacı getmə. Niyə? Heç kim deməyib. Öz xoşuma gəldi, getdim götürdüm də. Bax, nə qəşəng görsənirlər. Hamısının başında belə nauşnik var, qulaq asırlar oradan. Mənə də maraqlı gəldi dedim. Mən də çəkim də belə. Cırtdan, orada rejissor əsəbləşib, sən onu götürmüsən, narahat olur orada. Sən nə iş görmüsən burada? Mən də deyirəm, bayaqdan buradan səs gələn nədir? Rejissorun səsiymiş. Bayaqdan qışqırırmış qulağıma ki, mikrofon hardadır? Buradaymış. Məndədir. Çiçək bacı. Sən niyə bu hala qoymusan özü vaxtı? Xoşum gəldi da çiçək bacı. Mən neyniyim? Cırtdan, gəl belə eləyək. İndi tapmacamızın vaxtıdır. Gəl tapmacamızı icra eləyək. Mən deyəcəm. Tapmacamızın vaxtıdır. Uşaqlar tapmacanı tapsın, gedək. Yaxşı, gedək. Sonra danışaram mən sənin anama. Yaxşı. Uşaqlar getdik tapmacaya. Orada. Yaxşı. Uşaqlar gedək tapmacaya. Tapmacanın cavabını aşağıda gördüyünüz nömrələ mütləq yazın. Mütləq zəng eləyin. Getdik tapmaca. Uşaqlar, bugünkü tapmacamız belədir. Deyin nə vaxt sular donar, yerə ağ quşlar qonar. Çox maraqlıdır. Cavabı fikirləşin, yaxşı fikirləşin. Hara göndərəcəksiniz? Aşağıda qeyd olunan nömrələrə hamısını yazın, göndərin. Yaxşı fikirləşin. Yurduma qış gələndə, hər yeri ağ görəndə
qəşəng görsənir. Cırtdan, neynirsən sən? Burada kimi görürəm mən? Çiçək bacı. O nədir elə əlində? O nədir elə əlində? Neynirsən sən? Bir də mənə Çiçək izah elə bacı, görün. özümə kamera düzəltmişəm. Görürsən necə qəşəngdir. Kameradır. Oradan götürə bilmədin, hə? Yox, heç çiçək bacı ağır idi, götürə bilmədim. Aha. Elə bir də elədim yıxılacaqdım az qalsın yerə, dedim cırtdan lazım deyil. Yaxşı Özümə ki, onu kamera götürməmsən. Oradan da bir başqa problem çıxartardı bizə. Sonra qışqırardılar üstümə ki, ay cırtdan, neynəmsən yenə Elə o burada?" qulağındakını görə çox söz eşitdik biz, narahat olma. Çiçək bacı, buradan qəribə səslər gəlir, başa düşmürəm heç çox. Səni də çox yaxşı da çox eşidə bilmirəm. Hə. Orada danışırlar özləri üçün. Hə, Yəni çiçək bacı, danışırlar. Başa deyirəm düşməyəcək ki, yerə öyrənəsən. bəlkə sən mənim kamerama danışasan. Nə danışım? Nə bilim, verilişi necə aparsan, hep ona da belə danış da. Hə, yaxşı. 3, 2, Sən demə, mən danışım ya. hə, gözlə, hələ başlama. 3, 2, 1, başla. Aha. Hə, salam uşaqlar, Aha, salam, salam. necəsiz? Yaxşıdılar. Yaxşısınız. Aha, yaxşıdılar. Yaxşı oldu? Hə, qəşəngdir, qəşəng. Yox, Yaxşı qəşəng deyirəm. olmadı, bir də denən. Nə deyim? Hə. Nə deyim? Yaxşı, Mən də gic qoymusan. Mən də bir tər oldum burada. Aparacam kəndimizə. Nə aparacaqsan? Bunu aparacam. Hə, onu aparacaqsan, Nənəmə yaxşı. çəkəcəm. Nənəmi çəkəcəm, deyəcəm, nənəm, can nənəm. Nənəm də deyəcək ki, ağrın alım, bu nədir belə? Mən də deyəcəm ki, nənə, səni məşhur eləyəcəm. Aha. Sonra gedəcəm, divi çəkəcəm. Divə deyəcəm, ey div. Bir dəqiqə, div ölməyib ki. Suda yatır da yəqin ki. Deyərəm ki, sudan çıx, mən səni çəkim, ondan sonra uzanarsan da yenə. Yaxşı, yaxşı. Hə, olar da. Olar, nə Sonra olur, dostlarımı da sən ailəmdə çəkərəm, yaşa. maraqlı. Ağacları çəkərəm, qonşumuzun itini çəkərəm. Deyərəm Başqa ki, nə çəkərsən? Dostlarımı çəkməyəcəksən? hə, mən deyəcəm ki, məşhur eləyəcəm sizi. Mən özümlə məşhur rejissor olacağam. Deyəcəm ki, mən ən gözəl, Yaxşı. ən qəşəng çəkənəm, video çəkənəm. Hə, çiçək bacı. Hə, əla olacaq. Səndən yaxşı. Amma Hə. cırtdan. Bəlkə deyirəm, hələlik burada var da kamera çəkəndə. Sən biraz dincəl. Hə, yorucudur biraz, amma çox dincəlmək də istəmirəm ha. Niyə istəmirsən? Amma qolum ağrır deyir bir tərəfdən. Görüm sən bayaqdan aşağı salam, yuxarı Görsən asan qaldırdın. iş deyil. Hə. Gərək o işi öyrənəsən də, elə deyil. Amma çox maraqlıdır çiçək bacı. Bəli, əlindəki çox maraqlıdır. Sən görsən ki, buradan necə qəşəng görsənirsən, balaca görsənirsən, çiçək bacı yarımı görürəm, yarımı görmürəm. Ay cırtdan. Görürsünüz də uşaqlar, başıma oyun açır bu cırtdan. Hə, Hə. Zəng gəlir. Nənə. Zəng gəlir. Müsabiqəmizin Mən də uşaqlar. bayaqdan elə biləm qulağımdan gəlir. Yox, uşaqlardan biri zəng eləyir. Müsabiqəmizin vaxtıdır. Gedək müsabiqəmizə. Kameramı da götürüm bəlkə gedək çiçək bacı. Salam dostum. Salam, Necəsən? yaxşıyam. Adın nədir? Məryəm, Məryəm. Neçə yaşın var? 8. 8. Oyunumuza hazırsan? Bəli, Başlayaq oyunumuza. Buradakı gördüyün xanalardan birini seç və oyunumuza gedək. 1. 1. Aha, başladıq oyunumuza. Maraqlı. La. Görək nə oyunumuz var. Aha, kasa oyunumuz. Salam bir də Məryəm. Başlayırıq, bilirsən də bu oyunumuzda belədir ki, kasaların altında, bir kasanın altında bir dənə top var və bunlar qarışacaq və biz həmin topu tapmalıyıq. Hazırsan? Bəli, Başladıq. Diqqətlə bax, görək top hardadır. Ağıllı dostum mənim. Aha. Yadında saxla, fırlanacaq indi. Hə. Yaxşı fikirləş. tapdım. Aha, denən. 1. 1. Baxaq görək orada. Ay. Eybi yoxdur. Təkrar yenə eləyək. Təkrar yenə bağlansın. Diqqətlə bax. Diqqətli olaq. Hardadır, tapdın? 3. Sənə bəlkə biraz kömək eləyim. Ay. Bir dəfə də oynayaq. Hazırsan? Axırda tapacağıq, yaxşı? Diqqətli olaq.
Hardadır? 2. 2. Arı. Hə, baxaq. Aferin sənə. Aferin. Qalib oldun. Təbrik edirəm səni, Məryəm. Keçək o bir Sağ ol. oyunumuza. Yenə oynamaq istəyirsən? Bəli. Getdik. Aha, 2. 2. Ha, başlayıq. Burada bir xanalar var, qutular var daha doğrusu. Bu qutuların içində müxtəlif əşyalar var və o əşyaları hamısını yadında saxlamalısan və ən azı 3 dənə bizə doğru cavab deməlisən. Hazırsan? Bəli. Aha, başladıq. Diqqətli ol. 3, 2, 1, başladıq. Diqqətlə baxaq. Aha. Aha, indi denən. 2'de marojna var. İçində- 9'da karpuz var. 9-da nə var? Karpuz. Qarpıza baxaq görə doğrudur. Aferin. Sonra 5'te ise pamada. 5-də baxaq görəyinə. 5'te banan. Ay, aferin sənə. Doğru cavabdır. Hə, təbrik edirəm səni Məryəm. Qalib oldun bu oyunumuzda. Düzdür, həyəcanlıydın, amma yenə də qalib oldun. Əhsən sənə. Sağ ol. Sən bu oyunda qalib olduğun üçün hədiyyə göndərəcəyik sənə. Yaxşı? Sağ ol. Sağ ol. Hələlik. Dostlarına da denən bizim verilişdə iştirak eləsin. Yaxşı oyunlarda. Sağ ol. Sağ ol. Deyirəm ay cırtdan. Hə. Sən indi dəqiq nə olmaq istəyirsən? Mənə bir de görüm. Çox maraqlı sualdır Çiçək bacı. Bəli, çox maraqlı. Birinci gün fikirləşirəm ki, meşəbəyi olum. Meşəbəyi. Qoşa lüləmlə gəzim, meşəni qoruyum. Oo. Meşəbəyi, alın Birinci alın meşəbəyi. Yaxşı. Hə, birinci gün, həftənin birinci günü. Aha, Sonra həftənin ikinci günü həkim olmaq istəyərəm. Nənəmin təzyiqi tez-tez qalxır. Aha. Hə, həkimlər, qəşəng həkimlər. İkinci gün həkim olacaq. Hə, Yaxşı. üçüncü gün olaram rəssam. Meşəmizin qəşəng şəklini çəkərəm, qəşəng də dünyaya göstərərəm. Bəli, sən rəsm çəkməyi qəşəng bacarırsan. Hə. Dördüncü gün polis və yaxud da əsgər olaram da, insanlara xidmət edərəm. Polis. Maşirəli, hey maşirəli, Azərbaycan əskəri, hey! Hə, sonra ya özümə gəlim. Yaxşı, gəl. Beşinci gün operator olaram. Bax belə, qəşəng çəkərəm. Hə, nənəmin bişirdiyi yağlı çörəkləri, dostlarımın analarının bişirdiyi yeməkləri çəkib göstərərəm. Sonra 6-cı gündə acaram da, 5-ci gün acaram, sonra özüm aşpaz olaram. Aşpaz da olacaq. Hə, gedərəm. Sənət qaldı cırtdan. Hə, yox, qalıb fikirləşirəm də hələ görüm hansı olaram, bunları seçmişəm. Özüm üçün dadlı yeməklər bişirərəm, nənəmə də Yaxşı. bişirərəm, verərəm. Nənəyə də yesin. kömək eləyərsən. Hə. Qoy olsun, yaxşı. Sonra qaldı bazar günü. Hə, bazar günü. Mənə maraqlıdır həqiqətən ki, bazar günü nə olacaq? İstirahətçi. Çox maraqlı. İstirahət eləyərəm də. Həftənin 6 günü işlədim axı mən. Axı nə sənət elə. Necə olur? Təzə çıxır. Hə, istirahətçi olaram da. Qəşəngdir də, maraqlıdır. Oturaram, ayağımın üstünə ataram. Baxaram televizora. Deyərəm, nənəcan, yağlı çörəyi gətir, istirahət eləyirəm. İşləmək də çətin deyə Çiçək bacı. Yaxşı. Bilirsən, istirahət eləmək necə çətin bir şeydir. Qulaq as cırtdan. Hə. Bu ki deyirsən sənətləri, yaxşı düzmüsən hər günə bir dənəsin. Hə. Sən indi deyirsən həkim olmaq, hə? Hə. Bilirsən ki, həkim olmaq üçün cəmaət bir dənə iynə vurmaq üçün Aha. 4-5 il oxuyur. Vay, nə qədər? Hə,
Gərək sən bu hər sənəti gündə bir sənəti 4, 5, seçirsənsə, 7, onda gərək illərlə oxuyasan. Nənəndən də qoca olacaqsan. Yox, yox, sevod istəmirəm. Onda həkimi sildim. Həkim olmayacağam. Onda indi nə olmaq Hər istəyirsən, sənət bir qərar oxumaq gətir. üçün Çiçək bacı, bəyəm olmaq üçün oxumaq Bəli, lazımdır. oxumaq, öyrənmək Aa. lazımdır. Ya sən indi hər sənədə belə bu cür öyrənsən, bir dənə atalar sözü yadıma düşdü. Hansı? Mahir bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Çiçək bacı, Çiçək bacı. Başa düşdün mənası nə deməkdir? Bildim onu. Hər şeyi yanıma Zəng gəlir, zəng gəlir. Elə onu deyəcəkdim mən də zəng gəlir. Gəl zəngdən sonra danışarım bu barədə. Gedin zəngə. Getdi. Müsabiqəmizin vaxtıdır. Getdi. Lay 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 lay. Salam dostum, necəsən? Yaxşıyam. Möhkəm danış, eşitmirəm. Salam dostum, necəsən? Yaxşıyam. Adın nədir? Zəhra. Zəhra. Neçə yaşın var Zəhra? 7. 7. Nə qəşəng. Zəhra, burada gördüyün oyunlar, yəni xanalardan birini seç və başlayaq oyunumuza. 3. 3. Açılır. Həyəcanlısan, hazırsan? Maraqlı oyunumuz gəldi. Qoyunlar oyunu. Deməli Zəhra, burada biz mənə həm qoyunların sayını deyəcəksən, həm də qıraqdan canavar gəlsə, mənə mütləq onu xəbər elə. Yaxşı, xəbər elə ki, qoyunlarımızı yeməsinlər. Afərin. Hazırsan? Bəli. Başladıq. Diqqətli ol, vaxt gedir. Həm qoyunların sayını mənə denən, həm də canavar gəlsə xəbər elə. Canavar gəlir. Canavar var. Bəli. Canavar gəldi, qaçdıq. Diqqətlə bax. Və canavar gəlir. Canavar olsa mənə mütləq xəbər elə. Canavar var. Bəli. Afərin. Tez denən canavar gəlsə yaxşı. 20 dənə qoyun var. 20 dənə. Bəli. Baxaq görək, düzgün saydın. Bir də say, düzgün say, tez say. 14 dənə qoyun var. Başlayaq görək, 14 dənədir yoxsa yox. Baxaq. Afərin sənə. Mənim ağıllı dostum qazandı. Həmişə diqqətli olaq, yaxşı? Oyunumuz xoşuma gəldi. Bəli. İstəyirsən bir dənə də oyun oynayaq? Bəli. Getdi. Zəhra, xanalardan birini seç və başlayaq. 5. 5. Oyunumuz açılsın, görək nə var. Kasa oyunumuz var. Bu oyunda belədir ki, Zəhra, bir dənə yumurta var kasanın altında və sən bu yumurtanı tapmalısan. Hazırsan? Bəli. Başladıq. Diqqətli ol, diqqətlə bax və doğru cavabı denən. 1, başladıq. Görürsən yumurtanı? Bəli. İndi diqqətlə bax, kasalar bağlandı və fırlanır. Hardadır? Birincidə. Baxaq görək. Vay, eybi yoxdur. Təkrar yenə oynayaq. Diqqətli ol ha. Ağıllı dostum. Bax, yumurtaya bax, diqqətlə və başlayaq. Hardadır? 2.
2. Aferin! Sən sənə Zəhra. Sən mənim ağıllı dostumsan da. Cırtdanın ancaq ağıllı dostları var. Təbrik edirəm səni Zəhra. Sağ olun. Hə Zəhra. Oyunumuzu necə? Bəyəndin? Bəli. Hə, sən bizdən 2 oyunda qalib olduğun üçün hədiyyə qazanmısan. Hədiyyəvi mütləq göndərəcək. Yaxşı? Dostlarına da denən ki, bizim bu müsabiqədə iştirak eləsinlər. Yaxşı? Oyunlarımızda. Onlar da hədiyyələr qazansınlar. Sağ ol. Ay Çiçək bacı, bayaq deyirdin sən yarımçıq, papaqçı, nə bilmə belə sözlər deyirdin. O nə məna verir? Bu bizə nədir? Müdrik atalarımızın dediyi sözlərdir. Aa, o nə Buna deməkdir? belə atalar sözü deyirlər. Aha, ataların da sözü var. Bəli, ataların sözü var. Bizim müdrik atalarımız əvvəllər məsələn kimlər ki böyüdülər, yaşlıdılar, onlar sözlərini deyərdilər. Yaxşı Aha. məsələn, onlar axı təcrübəsi var. Onlar qəşəng sözlərini deyərdilər və insanlar da yer gələndə o sözlərdən istifadə edərdilər. Özlərinə nümunə kimi götürərdilər. Aha. Bayaq ki mən yeri gəldi istifadə elədim. Deyirəm də, mən də müdrik insanam. Mən də bir söz deyim, cəmaət də başlasın onu təkrar eləməyə. Biraz fikirləşim, biraz Özünü fikirləşim. tərif eləmə. Yox, heç Çiçəkbaz nə tərifləmirəm, olanı deyirəm. Hə, Mən artıq məşhuram, televiziyaya çıxıram, mən xəbərim var. Düzdür, hələ bu kameranın içinə girə bilməmişəm. Amma oraya da girəcəm, uşaqların hamısını görüm, onlarla daha yaxın söhbət eləyəcəm. Sonra Əlbəttə. Çiçəkbacı, bundan sonra müdrik insanla danışanda icazə alın. Aha. Mənim pərəfilərim var. Nə? Pərəfilərim. O nədir? Bilmirsən Çiçəkbacı. Yox. Yəni ki, pərəpilər yəni gəlirlər məndən nəsə alırlar. Deyirlər ki, ay cırtdan, gəl bir dənə xahiş edirik, bir dənə səndən şəkil çəkdirək. Onları deyirlər. Pərəstişkarları. Nəyim? Pərəstişkarları. Nəysə ondan. Hə, onlar da deyirlər ki, gəl bir dənə neyniyək, şəkil çəkdirək. Mən də deyirəm ki, Çiçəkbacı, sən də imkan vermirsən. Paxıllığın tutur ancaq mənə ki, cırtdan məşhur olubdu. Onu danışırlar, onun haqqında məşhur olub da, hər şeyi haqqında danışırlar. Sənin haqqında danışmırlar. Ona görə də elə qabağına pərəfilərin mənasını açıqlayırsan mənə. Eyni şeydir də. Yox cırtdan. Əvvəla mənim sənin paxıllığım tutmur. Niyə paxıllığım tutsun ki? Mən bura uşaqları sevdiyim üçün gəlmişəm. Məşhur olmaq üçün gəlməmişəm. Bax Çiçəkbacı, Hə. mən cırtdan ancaq məşhur ola bilərəm. Yəni mənim bax papağım, mənim kürküm, gör nə qəşəngdir, kimdə var bu? Heç kimdə. Yaxşı Kim olsun, sən məşhur ol. qəhrəmandır? Mənəm Yaxşı. ancaq divə qalib gələn dostlarını xilas eyləyən. Mənəm Mən Çiçəkbacı, izah məşhuram. edeyim də istəyirsən. Hə. Amma bir söz deyim ha. Hə. Sən məşhursan. Bir də o yadıma düşdü ki, uşaqlar sənin şəklini çəkib Aa, göndərdilər. doğrudan? Hə. Zəng də gəlirdi, deyirdim ki, görəsən kim idi zəng eləyən? Uşaqlar imiş zəng eləyən ki, şəkillərimi göndərmişik. Hə, uşaqlar sənin qəşəng şəkillərini çəkib göndərdilər mənə. Ay, ura! Hə, Çiçəkbacı, deməli mənim şəklimi çəkiblər, göndəriblər və indi də zəng eləyirlər ki, cırtdan, indi nə edirik? Aa, zəng gəlir, du istəyirsən, müsabiqənin vaxtıdır. Müsabiqədə, ura, olsun da Uşaqlar, olsun. müsabiqənin vaxtıdır. Gedək müsabiqəyə, ondan sonra getdik. Hə, salam dostum, necəsən? Xoş gördük səni. Adın nədir? Geya. Rüqəyyə, neçə yaşın var? 9. 9. Hazırsan oyna, başlayaq. Aha, başladıq. İndi burada gördüyün rəqəmlər, kartlar ki var ha, onlardan birini seç və başlayaq oyunumuza. Hansı rəqəm istəyirsən seç? 2. 2. Açılsın. Hə, başlayırıq oyunumuza. Çox maraqlı bir oyunumuz var. Hazırsan Rüqəyyə? Hazırım.
Bax, burada gördüyün kasalar var ha. O kasaların içində bir dənə yumurta var və bu yumurtanı tapmalıyıq. Bu kasalar fırlanacaq və doğru cavabı bizə deyərsən. Yaxşı? Bəli. Hazırsan? Hazıram. Başladık. 3, 2, 1, başla. Topa diqqətlə bax. Aha, hardadır? Ortada. Aha, yaxşı fikirləş. Diqqətlə baxdın Rüqəyyə? Baxdım. Hansındadır? 3. 3. Bəli. Aha, bax. Aferin! Qalib oldun sən. Oyun xoşuma gəldi? Bəli. Asandı idi yoxsa çətin? Asan. Aferin sənə. Dostlarıma da deyərsən gəlib bizlə oynayar, yaxşı? Yaxşı. Aha, yenə bir dənə xana seç. Başlayaq o biri oyunumuza. 5. 5. Aha, başlayırıq Rüqəyyə. Aha, burada qoyunlar var, nənəmin qoyunları. Rüqəyyə, burada bilirsən nə edəcəksən? Qoyunların sayını həm bizə deyəcəksən. Neçə dənə qoyun var və qıraqdan canavarlar gələndə də mənə xəbər elə ya, yaxşı? Həm qoyunların sayını deyəcəksən mənə, həm də canavarlar gələn tərəfi mənə göstərməlisən. Yaxşı? Yaxşı. Başlayaq. Başlayaq. Başladık. 3, 2, 1, başla. Aha, qoyunları say və canavar gəlsə mənə mütləq de. Aha. Vay! Səs eşidirəm. Ay. Aha. Say. Hələ zamanımız var. Diqqətli ol. Canavar gəldi yoxsa yox? Gəldi. Gəldi, qaçdıq canavara. Ay. Hə, aferin sənə Rüqəyyə. Aha. Canavar gəldi. Bax, gəldi, qaçdıq canavara. Gedin buradan canavarlar. Aferin sənə toplan. Rüqəyyə sənə də aferin. Sayları bildin? Canavar gəldi yoxsa yox? Gəldi, qaçdıq, tez toplan, qaç. Sayırsan qoyunlar neçə dənədir? 20. Aferin. Oyunu qazandın. Aferin sənə. Hoppa, ağıllı dostum. Rüqəyyə, 2 oyunumuzda qalib gəldiyin üçün sənə qəşəng hədiyyə göndərəcəyik. Çox sağ ol bizimlə oyun oynadığın üçün. Çox sağ olun. Səni tanıdığıma çox sevindim. Sağ ol. Sağ ol. Ay Cırtdan, sən Hə. mənə imkan vermədin ki, bir izah eləyim. Bu atalar sözünün mənası nə idi? Hə, Məndən demə. soruşdun, amma cavabı heç gözləmədin. Aha. Bu o deməkdir ki, bir insan, yəni yarımçıq papaqçı, yəni bir insan bir sənəti seçər Aha. və onu qəşəng öyrənə, bir sənət sahibi ola. Nəinki gedə o sənəti öyrənə, sonra gedə bu bir sənəti öyrənə, yarımçıq hamısından və yəni kamil olmayacaq o öyrəndiyi bir şey və yaxşı sənət sahibi olmayacaq. Yəni ki, Çiçək bacı, mən məsələn papaqçı olmaq istəsəm, ya ayaqqabı tikən olmaq istəsəm, yəni hamısından bacararam da. Biraz papaq tikərəm, biraz ayaqqabı. Olmur da ay Cırtdan. Bax, Aa. bayaq izah elədim, neçə dəfə dedim. Olmur o cür. Onda- Çoxlu oxuyasan. Hə. Ola bilər, eləyə bilərsən uşaqlar, siz də həmçinin. Yəni ola bilər ki, bir işin yanında başqa işlər də görəsiz, amma bir sənət seçirsən, onu yaxşı öyrənirsən. Ola bilər 2 dənə sənət öyrənə bilərsiz.
Amma gərək onu qəşəng öyrənəsən ki, yarımçıq papaqçı olmayasan da, yəni bu misaldakı kimi. Yarımçıq bir sənətin olmasın. Çiçək bacı, onda mən əvvəl bir sən fikirləşirdim ki, alpinist olmaq istəyirdim. Aha. Sonra dedim ki, yox, mən necə çıxaram dağa? Göydən başı üstə gələrəm yerə. Qorxaram, nənəm aşağıda, mən yuxarıda, yağlı çörəklər aşağıda. Sonra dedim ki, yox, cırtdan olmaz. Alpinist ola bilmərəm. Yaxşı. Sonra istədim ki, yanğın söndürən olum. Aha, Sonra yanğın söndürən. şlankla belə şşş. Amma sonra düşüb özüm yanaram. Yox, qorxuram, isti olacaq. Sonra istədim gəmiçi olam. Sonra gördüm ki, dalğalar gələcək. Vay, dedim ki, dalğalar məni aparar. Cırtdan. Gedərəm. Ay cırtdan. Sonra nənəmdən uzaq qalaram. Eşidirsən məni? İmkan vermir danışmaq. Cırtdan, deyirəm ki, sən niyə hər şeyin belə pis tərəfindən yaxınlaşırsan? O işlərin yaxşı bir tərəfi də var da. Sən elə hər şeydə özünü qorxuzursan, ona heç bir sənə sahib ola bilmərsən ki. Elə olmur. Yox, olmur. Bəs belə fikirləşirəm ki, mən qorxuram da hamısından. Çiçək bacı. Elə fikirləşdim ki, mən ancaq mənə ən rahatı olan istirahətçidir. İstirahətçi sənəti. Əcəb sənət seçmisən. Yəni gəl bir dənə istirahətçi ol, bəs sən ağıllı uşaqsan, ağlını işlətməlisən. O necə olacaq bəs? Qalıb da orada ağlım. Arada bir qapısını açıram, çıxır çölə, havasını dəyişir, sonra da girir də içəri. Ay cırtdan, ay cırtdan. Nə, ağlım azalar, Çiçək bacı, mən ağıllı olmaram, hə? Bəs necə? Sən onu işlətməsən azalar. Mən yadıma gəlir, ağıl barəsində bir söz demişdim sənə. Demişdim, onu işlətmək lazımdır. Bəs mən neyniyim axı? Hansı sənəti seçim? Dayan, mən sənə və uşaqlara bir yolum göstərim ki, ondan siz öz sənətinizi seçə bilərsiniz. Orada uşaqlar da deyir ki, bəs neyniyək Çiçək bacı? Bayaqdan deyirsən belə elə, amma izah eləmirsən. İndi bu dəqiqə sizə izah eləyəcəm, qəşəng oturun. Deməli uşaqlar, cırtdan sən də qulaq as. Gedirsiniz evə. Sən gedirsən evə, uşaqlar da oturub. Götürürsünüz bir vərəqə, sevdiyiniz sənətləri. Yazırsınız hamısını. Sonra onun içində lap çox sevdiyinizi yazırsınız. Məsələn, Çiçək bacı, bayaq dediyim kimi meşəbəyi, polis, əskər, alpinist, gəmiçi, təyyarəçi. Hansı sənətdən xoşun gəlir, ola hamısını yazırsan. Hamısını yazırsan. Sonra görürsən, onların içində lap çox xoşuna hansı gəlir. Yəni, məsələn, hansı sənəti daha çox sevirsən, bezmərsən, onu həmişə bir ömür işlədəcəksən də o sənəti. O sənətdən nə qədər xoşun gəlirsə, daha çox xoşun gəlirsə, onu yazırsan. Onları ayırıb yazırsan. Sonra baxırsan ki, hansı daha çox istedadın var. Görürsən ki, sən hansını daha yaxşı bacarırsan. Baxırsan, indi məsələn deyirsən, ağıllıyam. Görürsən, ağıllısansa deməli, ağıl çox işlədən sənədi seçirsən özüvə və sonra neynirsən? Qulaq asırsan mənə? Ay cırtdan, getdi özündən. Gəldim. İstəyir, Çiçək bacı. Qulaq asırsan, inşallah siz də qulaq asırsınız. Gedirsən, o sənətin dalıyca, onu qəşəng öyrənirsən. Görürsən ki, mən başımı işlədə bilirəm burada, mən burada yaxşı, məsələn, ola bilər uşaqlar, məsələn, hansı uşaq qəşəng rəsm çəkə bilsin. Ola bilsin qəşəng, məsələn, hərənin bir istedadı var. Birinin gücü var, birinin başı yaxşı işləyir. Birinin, məsələn, mən çox misal gətirə bilərəm, amma istəyirəm siz özünüzcə, özünüz haqqında fikirləşəsiniz. Çox yaxşı başa saldın ha, Çiçək bacı, çox Çox yaxşı. sağ ol, təşəkkür. Mən də evə gedəcəm, yazacam, asacam divara. Çox sevdiyimə görə bütün peşələri yazacam da, yerə, göyə, hər yerə yazacam. Yaxşı. Bu işi gör, amma axırda bir sənət seç də, bilək ki, hansı sənət sahibi olacaqsan. Əhsən sənə cırtdan. Seçərəm, yaxşı, seçərəm Çiçək bacı. Gedirəm, evdə baxaram, bir dənəsini seçərəm, gəlib sənə sonra deyərəm. Yaxşı cırtdan. Getdim evə. Ara gedirsən də, yox, elə uşaqlar. Hə, yaxşı, Çiçək bacı. Hə, uşaqlar, kömək eləyim sizə. Yaxşı. Diqqətlə qulaq asın birinci tapmacamıza. Deyin nə vaxt sular donar, yerə ağ quşlar qonar. Deməli sular nə vaxt donur? Yer bəs nə vaxt ağappaq olur? Yaxşı fikirləşin. Bir dənə də kömək eləyim. O bir fəsildir, ən sevdiyimiz fəsil və çox üşüdüyümüz bir fəsildir. Aşağıda nömrələrə yazın, göndərin, tez olun.
Deyirəm ay cırtdan. Hə, çiçək bacı. Nə qəşəng şəkillər Hə, göndərir. hə. Sənin dostların çox qəşəng çəkiblər sənə. Hamısı çox istəyir də Bəh, məni. bəh, bəh. Bir baxın uşaqlar nə gözəldir. Məsələn gülməli çəkiblər səni. Oxşuyublar, oxşuyub mənə çiçək bacı. Hə, çox oxşayır. Uşaqlar, siz də yadınızdan çıxmasın. Aha. Şəkillərinizi, əl işlərinizi bunlar hamısını bizə göndərməyi unutmayın. Bizim verilişdə olan maraqlı nə varsa, sizə maraqlı nə gəlirsə, Bəli. hamısını bizə videoda göndərə bilərlər çiçək bacı. Danışsınlar da. Hətta cırtdanın mahnısını da oxuyub göndərə bilərlər. Nə istəyirsiniz, nə bacarırsınız, onu göndərin bizə. Biz intizarınızdayıq. Hə, mütləq göndərsinlər çiçək bacı. Şəkillər də göndərsinlər. Demişdin ha sən ki, nə bacarırlarsa əkin barəsində ya. Hə, nə bacarırlarsa. Bəli, elə hamısını- dostlarımız var, kənddə qalırlar. Məsələn, qəşəng onlar həm atalarına, analarına kömək edir, həm də qəşəng bacarıqları var. Qəşəng əkirlər, becərirlər. Hə, Nə hə. bacarırsınız, Çiçək onları bacı, bizə göndərin. bir də Özünüz bu- də bir yerdə. Sənət barəsində demişdi ya. Onlar da yazsınlar, bizə göndərsinlər də hansı sənəti Mütləq, seçəcəklər. bəli, siz də öz fikirlərinizi yazın. Uşaqlar, siz çiçək bacının dediyi kimi eləmişsiniz sizə əgər, yazın bizə göndərin ki, mən məsələn 10 dənə Əlbəttə. sənət istəyirdim, seçdim, 9-u qaldı, 8-i, 5-i, 4-ü, 3-ü, axırda bir dənəsini seçdim, mən məsələn polis olacağam və yaxud da təyyarəçi olacağam. Qulaq az, orada uşaqlar bir-bir deyirlər, bax, Aha. bir polis olmaq istəyir. Bax, qulaq az. Həkim də dedilər. Ha. Həkimdir. Bax Zeynəb deyir, mən həm polis olacağam, həm nə bilim, nə olacaqsan? Aha, həm müəllim olacağam. Zəhra da ondan deyir ki, diş həkimi olacağam. Hə, bax, amma gərək qəşəng oxuyasan ha, bunu bilginən. Hə. Yaxşımı? Bax deyir, hə, mən də elə eləyəcəm. Mən Çiçək bacı, yaptım. tibb bacısı yaxşı sənətdə. Bəli. Xidmət eləyirlər də. Çox, onlar xidmət edirlər. Biz xəstələnəndə onlar həmişə yanımızda olurlar, mehriban olurlar. Ata-anamız onda yanımızda ola bilmir bəzən. Ona Bəs görə də hər Çiçək bacı- sənətin öz gözəlliyi var. Gərək özünə uyğun sənəti seçəsən. Mütləq. Mən məsələn rəsm çəkməyi daha çox sevirəm də. Bəlkə qərar alım ki, rəssam olum. Necə istəyirsən, bax, gör, özünlə məsələn, biraz özünlə arada danışırsan ha. O cür Danışıram, danış hə. görüm məsələn, ay cırtdan, sən hansı sənətdən xoşun gəlir? Ay Bəlkə cırtdan, hansı sənətdən hə, sən xoşun bir də gəlir? danış görüm məsələn hansı sənətdən xoşun gəlir cırtdan. Cırtdan, mənim ən çox polisdən xoşum gəlir. Yo, ay cırtdan. Bəs o birisindən də xoşum gəlir axı. Mən məsələn əskər olmaq istəyirəm. Cırtdan, sən də ki, bəsdir də, dayan görək də. Elə olmaq istəyirsən hamısını. Əla danışır özü ilə, qəşəng danışır. Özümə gəlim. Hə, cırtdan, deyirəm, yavaş-yavaş sağollaşmaq. Nə? Yenə vaxtı çatdı sağollaşmağın. Sağollaşmağın vaxtı çatır. Ay, Hə. axı niyə belə tez qurtarır? Hə, qurtarır da, neyniyək? Amma yenə görüşəcəyik. Yaxşı. Ona görə də sən də ged evə istirahət elə. Uşaqlar, siz də gedin Yaxşı, dərslərinizi uşaqlar. eləyin, istirahətinizi eləyin, sabah görüşək. Sağ olun uşaqlar, sağ olun. Görüşərik gələndə. Bax bunu da unutmayın. Aşağıda gördüyünüz nömrələrə mütləq əlaqə saxlayın. Tapmacanın cavabı müsabiqəni bu nömrə ilə əlaqə saxlayın. Hə, yaxşı uşaqlar. Sağ olun uşaqlar. Getdim sağ yağlı çörək olun. yeməyə, acmışam. Nəm, la 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 la, nənəmin yağlı çörəyi. La 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 la.